2024-cü ildə ənənəyə sadiq qalaraq sentyabr ayında Apple iPhone 16 seriyasını təqdim etdi. Bu yeni seriyanın əsas yeniliyi isə Capture Button adlı yeni düymə oldu. Mahiyyət etibarilə kameranı idarə etmək üçün ayrıca bir düymə idi. Action düyməsi artıq bazı modellərə də keçdi. Üstəlik bütün xətt prosessoru üçün bir qədər daha inkişaf etmiş soyutma sistemi aldı. Bazı iPhone 16 və iPhone 16 Plus yeni, daha parlaq rənglər və azacıq yenilənmiş dizaynla gəldi. Operativ yaddaş 8 GB-da qaldırıldı ki, bazı modellər də Apple intelligensi ilə işləyə bilsin. Düzdür, bu süni intellekt hələlik istənilən səviyyədə özünü göstərmədi. iPhone 16 Pro və iPhone 16 Pro Max modellərində ekran ölçüləri artırıldı. Müvafiq olaraq 6.3 və 6.9 düym. Prolar 48 megapikselli yeni ultra geniş kamera aldı və 4K 120 FPS video çəkilişi dəstəklədi. Üstəlik bütün modellərdə batareya həcmi artırıldı. Bu da iPhone 16 xəttinin ən uzun ömürlü iPhone-lar etdi. Daha bir vacib məqam, kiçik iPhone 16 Pro yenidən Pro Max-la bərabərləşdirildi. Artıq onda da 5 qatlıq televik var idi. Ümumilikdə 16 Pro və 16 Pro Max yenilənməsi çox böyük sıçrayış sayılmazdı. iPhone 15 Pro sahibləri rahat nəfəs ala bilərdi. Amma bazı modellər xeyli daha maraqlı yeniliklər aldı və buna uyğun olaraq biraz daha yaxşı satıldı.